Değerli şagirdlər, bu isə ikinci mətndir, sonuncu mətndir, ağlı layihə. Bunun izahını sürətli bir şəkildə verək. Deməli belə. Bax, 47-ci sualı yazıb. Mətndə bu haqda məlumat var. Yeni şəhərdə insanlar təmiz ekoloji şəraitdə yaşayacaqlar. Burada Şahzadənin danışığından biz onu gördük. Baxın, Allah burada yazmışdı ki, bircə saniyə, istirahət məkanları elə yaxın inşa ediləcək ki, insanlar nəqliyyat vasitələrinə ehtiyac duymadan həmin məkanlara rahat gedə biləcəklər. Sonra burada yazmışdı ki, təqdimat mərasimində təkcə ekologiyanın çirklənməsi səbəbindən 7 milyon insan həyatını itirir və bizim yeni salacağımız şəhərdə sakinlər zərərli qazların olmayacağı bir məkanda ömür sürəcəklər. Bir düzdür. Bir də diqqətlə baxaq, burada deyir ki, minlərlə insan işlə təmin olmasına şərait yaradılacaq. Bu yox idi. Amma robotdan sayı insanlardan çox olacağı bu var idi mətndə. Ona görə də 4'ü çıxıb 1'i götürsək, yəni bu daha doğru olar. 1-3 C variantı. 48'də sakin sözü var idi burada. Bir yerdə yurt salıb yaşayan, yəni burada sakinlər daha məntiqlidir. Sakinlər ifadəsi də 5-ci abzasının sonundaydı. 48'də C. 49'da məsəl üçün burada yazmışdı ki, şəhər bircə saniyə 1 trilyon dollara yaxın vəsait ayrılıb 170 kilometrə qədər uzanan nəhəng divara bənzər bina sahildən başlayıb güzgülərlə bəzədiləcək. Şəhərcik 2 uzun binadan ibarət olacaq. Bunu bura yaza bilərik. Üçüncünü Şahzadənin nitq mərasimində qeyd edə bilərik ki, burada şəhərlərin öz vətəndaşlarını qorumaq üçün salınıb. Sonra 1'ə baxırıq. Şahzadə istəyirdi ki, bu tez layihə həyata keçsin. Yaza bilərik ki, şəhərcinin ölkənin neftindən asıllığına son qoyacağına əmin olan Şahzadə prosesi sürətləndirməyə çalışır. Ardıcan gəlir ki, bu layihənin 2030-cu ilə qədər hazır olmasını istəyir. 4, 3, 1. 2'də də nəyə görə 2'ni qoyuruq? Çünki burada nəqliyyatdan danışırdı. 5-ci abzasa baxın, sonuncu çərçivədə yazıb ki, müasir nəqliyyat vasitələri şəhər sakinlərinin istifadəsinə veriləcək. Lazım gəlsə velosiped yolları da salınacaq. 4, 3, 1, 2. 50'də yəni B variantı. 50'də E'yə diqqət edin, 2 ilə 6'ya. Çünki burada yazıb ki, geniş olmayan torpaq sahəsində yerləşəcəyi bildirilir. Amma ikinci abzasda yazmışdı ki, 170 kilometrə qədər uzanan, 170 kilometr geniş məsafədə, həmçinin də 6-cı abzasda yazıb ki, şəhər böyük ərazini əhatə edəcək. 2-6 Y variantı. Bu da belə. Gəldiyi mətnə əsasən hansı hadisənin səbəbini müəyyən etmək mümkündür? Ağlı layihənin mənfi cəhəti o güzgü məsələsi idi, mətndə var idi. 3'də insanların gələcəkdə şəhərlərini tərk etməsini Şahzadənin nitqində gördük problemlər səbəbindən. Lazımi xidmət sahələrinə yaxın məsafədə yerləşməsi əlçatan olması idi. 2, 3, 5 B variantı. 52'də mətnə əsasən doğru fikirləri müəyyən edin. Yeni şəhərin enerjisi külək, günəş enerjisinin olacağına görə tükənməyən enerjidir. Bəli, bir də binanın tikintisi üçün 1 trilyon dollar, yəni milyarddan da yüksəkdir. 1 trilyon. Bu da yüksək məbləğdir. 1-4. 53'də Şahzadənin layihə haqqında fikirlərini əsasən demək olar ki, baxaq, bu şəhərdə süni intellekt əsas rol oynayacaq bu mətndə var idi, düzdür. Bax, yazmışdı burada. Robotların sayı çox olacaq. Amma gəlin biz Şahzadənin nitqinə baxaq görək. Burada belə bir şey var idi. Burada qlobal problemlərdən danışmışdı. Söhbət onun danışığından gedir. Deyir ki, təkcə ekologiyanın çirklənməsi səbəbindən filan qədər insan ölür. Amma biz yeni salacağımız şəhərdə isə belə şeylər olmayacaq. Yəni öz enerjisini küləş enerjini alacaq. Ona görə də burada biz qlobal problemlər insan həyatı üçün günə-gündən təhlükə yaradır. E variantını götürə bilərik. 53'də eyni. B yanlışdır. 54'də diqqət eləsək, mətndə üzərində rəqəm yazılmış hansı sözlər həqiqi mənada işlənmişdir? Baxaq. Üzərində rəqəm yazılmış. Səhranın ortası bu həqiqidir. Zəhərli qazlar. Bunu da götürə bilərik, həqiqi. Həyatını itirmək bu açar zad deyil ki, itirsin, məcazidir. Ömür sürmək maşın sürmək deyil. Bunu da çıxsaq. Köçəri quşlar, bəli. 1, 2, 5 görək hansı variantdır burada? D variantı düzdür. 56'da 55'də uşaqlar siz şərh bölməsinə yazarsınız. Çünki mən bilmədim cədvəldə nə istəyir. Onun yəqin ki, şagirdlərin cavab kartında var. Bu kitabçada yox idi. 56 nöqtədən yerinə uyğun həqiqi məcazi mənalı ifadə deyir. Baxaq. Həqiqi mənalını burada götürsək, müasir bir şəhər salmaq yəni istəyir. Hökumət, yəni insanlar, yəni o vəzifədə olan insanlar da yəni şəhər salmaq istəyir. Bir də var, şəhər salmağa can atır. Biri həqiqi, biri məcazi. Sürətli şəkildə izahlarını verdi. İnşallah gözdən qaçan bir şey olmadı.
Siz də fikirlərinizi, yəni iradlarınızı, tənqidlərinizi müsbət və yaxud da mənfi şərh bölməsinə yaza bilərsiniz. Video sizin üçün faydalı oldusa kanala abunə olmağı unutmayın. Təşəkkürlər.